İnsanların dinə yönəlməsinin, dinə gəlməsinin, dindar olmasının səbəblərini insan araşdıran zaman məlum olur ki, insanların çoxu əsasən iki səbəbdən dinə yönəlirlər. İnsanların dinə gəlməyinin, dinə yönəlməyinin və dindar olmağının əsasən iki səbəbi var. O iki səbəbdən biri əzab qorxusudur. İnsanlar əzabın, cəhənnəmin qorxusundan dinə yönəlirlər əsasən. İkincisi isə cənnət şövqidir, cənnətə olan həvəsdir, cənnət neymətlərinə olan istəkdir neymətlərinə qarşı. Əsasən insanlar bu iki səbəbdən dinə yönəlirlər. Bu cür insanlar dindar olması üçün, günah eləməməsi üçün, günahdan çəkinməsi üçün həmişə hey gərək bunlara neymətləri yad eləyəsən, cənnətdən danışasan, əzabdan qorxudasan. Bunların ibadət eləməsi üçün, günahdan çəkinməsi üçün həmişə neyməti və əzabı bunların yadına salmağa ehtiyac olur ki, bunlar islah olsunlar, düz adam olsunlar, Allaha bəndəlik eləsinlər. Amma bəzi insanlar var, o insanlarda elə bir xüsusiyyət var ki, o xüsusiyyət insan onlarda olduğundan cəza və mükafat olmasa da Allaha bəndədirlər o insanlar. Belə bir xüsusiyyət də var ki, bir adamda o xüsusiyyət olsa, cəza və mükafat olmasa da dindar olacaq. O xüsusiyyətin adı nədir? O xüsusiyyətin adı həyadır. Bəzi insanlar həya üzündən dinə yönəlirlər. Cəza olsa da günah eləmirlər, cəza olmasa da günah eləmirlər. Onların dindar olması üçün təşviqə və tənbihə ehtiyac yoxdur. Onlar həyalı olduqlarına görə dindardılar. Həyasına görə dinə gələn insan, həyasına görə günahdan çəkinən insan, cəhənnəm qorxusundan və cənnət şövqündən günahdan çəkinən insandan daha hörmətlidir, daha əzizdir Allah yanında. Ağalığa belə deyək, daha layiqdir. Bu insanın ağalığı, böyüklüyü daha artıqdır o iki nəfərdən. Adam var dindar olması üçün həmişə gərək əzab ayələrindən oxusun. Bu həmin o cəhənnəmdir ki, sizlərə vəd olunur. Cəhənnəm odu elə bir oddur ki, qəlbləri yandırar. Gərək bu əzab ayələrindən oxuyasan ki, bu hərəkətə gəlsin. Gərək bu əzab ayələrindən oxuyasan ki, bu günahdan çəkinsin. İnsan da var, hey gərək təşviq eləyəsən. Cənnət əhli o gün əyləncə və rahatlıq içindədir. Onlar özləri və zövcələri taxtara söykəniblər. Cənnətdə bütün meyvələrdən və ürəkləri istədiyi hər şey var. Bir dəstə insan bu ayələr oxunan zaman haqqa yönəlir, günahdan çəkinir. Gərək cənnətin alması, armudu, neyməti, görünən, görünməyən neymətini buna xatırlayasan ki, o neymətlərə görə dünyanın haramından keçsin. Belə insanlar da var. Amma insan da var, ona məsələn bu ayə kifayətdir. Kim bir zərrə ağırlığında yaxşı iş görübsə, onu görəcək, öz əməlini görəcək. Kim bir zərrə ağırlığında pis iş görübsə, onu qarşısında görəcək. Alimlərdən biri gözəl təfsir eləyir bu ayəni. Buyurur ki, bu ayənin mənası nədir ki, kim zərrə ağırlığında xeyir iş görübsə, onu görəcək, kim zərrə ağırlığında pis iş görübsə, onu görəcək. Buyurur ki, mümkündür insan tövbə eləyə, Allah onu bağışlaya. Qəbr əzabını da ondan götürə, qiyamət əzabını da götürə, cəhənnəmdən də onu xilas eləyə, əzab verməyə tövbəyə görə. Amma bu alim buyurur ki, bu ayəyə əsasən tövbə eləyib bağışlanıb cənnətə gedən adam da hər halda elədiyi əməli Allah xəlvətdə də olsa özünə göstərəcək. Göstərməmiş qoymayacaq. Bağışlayıb, cənnətə də buraxır, əzab da vermir. Amma xəlvətə çəkəcək, Allahla öz arasında elədiyi əməllərin hamısını ona göstərəcək. Allah buyurmur ki, kim zərrə ağırlığında pis iş görsə cəzasını alacaq. Belə buyurmur, çünki tövbə ilə bağışlanar. Buyurur, kim zərrə ağırlığında pis iş görüb onu görəcək, qarşısında görəcək. Həyalı adama bu kifayətdir.
Ona görə həyalı adam günah eləmir. Tövbəyə ümidlə ki, tövbə eləyərəm, bağışlanaram. O bilir ki, bağışlansa da, axı Allah buna göstərəcək, Allahın huzurunda bu bir an xəcalət çəkəcək, ona narahatdır, o narahatçılıq üzündən günah eləmir, günahdan çəkinir. İstəmir Allahın huzurunda utansın, həya eləsin. Həyası az olan adam mənim kimisi deyər ki, nə göstərirlər, göstərsinlər, axır cənnətə gedir. Axırda ki, cənnətə gedəcəm, mənə əzab verməyəcək, nə göstərir, göstərsin. Amma həyalı adam razıdır ki, bir anda Allahın huzurunda onun əməlindən hicab götürülsün. Düzdür, heç kəs görmür. Allah da bağışlayıb. Amma deyəcək ki, mənim bəndəm, niyə bunu elədin? Onu hər halda soruşacaq. O sualın cavabı onun üçün ölümdən betərdir. Həyası olan adam üçün. Cəhənnəmdən ağırdır, bir an Allahın huzurunda dayanıb xəcalət çəksin. Həya üzündən dinə bağlanan insanlar. Hədisdə var, İmam Sadiq əleyhissalam buyurur. Buyurur ki, əgər qiyamətdə insan üçün heç bir qorxu olmasa, bu həyalı adamlar üçündür bu hədis. Qiyamətdə heç bir qorxu olmasa, yəni cəhənnəm qorxusu, qiyamət qorxusu, bunların hamısı insandan götürülsə, təkcə bu qorxu kifayətdir ki, insanın əməlləri Allaha təqdim olunacaq. Bu qorxu insan üçün kifayətdir. Təkcə buna görə, bu qorxuya görə yeri var ki, insan, İmam Sadiq əleyhissalam buyurur, dağlara çəkilsin, abadlığa heç üz tutmasın. Nə yesin, içsin, nə də yuxu aparsın onu. Yuxu da ona haram olsun, yemək içmək də ona haram olsun. Elə hala qalsın ki, az qalsın, tələf olsun. Təkcə bu hala görə ki, bir gün əməlimi Allaha göstərəcəklər. Onsuz da Allah indi görür. Amma Allah məndən bir kəlmə soruşacaq ki, mən sənə neymət verdim. Sən belə elədin. Mən verdiyim neymətə görə müqabilində bunu elədin mənim üçün. O sualın cavabı onun üçün yuxusunu əlindən alar. Cəhənnəmlə qorxutmağa ehtiyac yoxdur bu insanı. Həyanın şərti nədir? Həyanın şərti nədir? İnsan necə olmalıdır ki, həyalı olsun? Həyanın deyirlər 3 şərti var. Birincisi budur ki, həya üçün insan gərək öz qədrini bilsin. Bu birinci şərt. İkincisi, tərəf müqabilin kimdən ki, həya eləyir, ona qiymət versin. Üçüncüsü də məzəmmətdən qorxsun. Qınanmaqdan qorxsun. Danlanmaqdan qorxsun. İnsan görürsən, başqalarından utanır. Niyə utanır? Çünki o adamlara dəyər verir. Görürsən ki, heç tanımadığı adamdan bəzi adam utanmır. Həyanın dərəcələri var. Adamlar ancaq yaxşılardan utanır. Çünki dəyər verir ona. Bəzən görürsən, namaz qılmayan adamlar mömini görəndə özünü yığışdırır. Biz hərdən bunu pis bir şey kimi sayırıq ki, bu ikiyüzlülüydür. Allahdan utanmırsan, məndən utanırsan. Yox, o onda bir həyanın göstəricisi. O hər halda bir yaxşı adamı görüb, yaxşı adamın qabağında həya eləyirsə, deməli bunda bir qabiliyyət var. Həya eləyir. İnsanın cəmaatdan həyalı olması yaxşı xüsusiyyətdir. İnsanın cəmaatdan utanması Allahdan utanmasından daha asandır. Nəyə görə? Çünki insan cəmaatı gözü ilə görür. Görür deyə daha tez utanır. Allah ki qaibdir, qeybdədir bizim gözlərimizdən, onu biz görmədiyimizdən göz bir zaman bir çox hallarda həyanın işini görür. Çox işini göz görür. Bəzən görürsən biz birinin üzünə deyə bilmədiyimizi, utandığımızdan sözü, məsələn, məktubla yaza bilirik. Göz görməyəndə biraz həya az olur, belə deyək. Ona görə insanlardan həya eləmək, Allahdan həya eləməkdən daha asan məsələdir. Çünki hiss üzvlərimizdən biz insanın huzurunu görürük. Görürük ki, bu dayanıb. Ona görə deyiblər ki, cəmaatdan həyası olan adama iman ver, Allahdan da utanacaq. O problemi bundadır ki, bilmir Allah var. Allahın gördüyünü dərk eləmir. Hədisdə var, kim ki cəmaatdan utanmır, Allahdan da utanmaz o insan. Deyirlər, istəyirsən biləsən bir adam hidayət tapacaq ya yox, bax gör, zərrə qədər həyası varsa ondan adam olacaq. Həyasını itiribsə hər şeyini itirib. Həya əldən getdisə, o zaman da din bütövlükdə əldən getdi. Hidayət qapısı o insanın üzünə bağlandı. Ona görə deyiblər ki, cəmaata qarşı olan həyadan istifadə eləyin, insanları dinə yönəldi. Ümumiyyətlə bizə belə tövsiyə ediblər ki, cəmaatı dinə çağıranda onlarda olan müsbət xüsusiyyətlərdən istifadə eləyin. Məsələn, bir adam qabiliyyətli adamdır, hər yaxşılığa təşəkkür edən adamdır, məsələn. Onun bu xüsusiyyətindən istifadə elə, onu Allaha ibadətə sövq eləyə bilərsən ki, sən bir nəfər sənə, məsələn, çörək verirsə, ona çox sağ ol deyirsən,
Allah sənə bu qədər nemət verib, onun təşəkkürü də ibadətdir, məsələn. Həyalı insanın da həya damarından, həya xüsusiyyətindən tutub onu haqqa yönətmək daha rahatdır, daha yaxşıdır. Bu yoldan adam istifadə edir. Allah da görürsən, məsələn, keçən dəfə dedi, Peyğəmbər əsir götürür, birini azad edir, kafiri deyir, səni öldürməyəcəm. Niyə? Allah səni səxavətli gördü. O səxavət xüsusiyyəti bəyəndi deyə səni öldürməyimə icazə vermədi. O hidayət oldu, İslama gəldi, İslama yönəldi. Həyalı adam üçün iman olarsa əgər kifayətdir. İnsan utanar. Cəmaatdan olan həyadan istifadə edib, biz haqqa doğru da həyanı özümüzdə tərbiyə eləyə bilərik. İnsan əgər həya ilə Allaha bağlanarsa, o zaman da əzab ayələri buna aiddir. O ki, Allah deyir, cəhənnəm var, cəhənnəmdə belə əzab var, o həyalı adamlara aiddir. Həya üzündən dinə bağlanan adama aiddir. Məsələn, bir uşaqdır, görsən, ata-anasından utanır, ata-anasından həya eləyir, onun sözlərinə əməl eləyir, əmrindən çölə çıxmır, hər şeyə riayət eləyir. O cür uşağa da ehtiyac yoxdur deyəsən ki, eləməsən səni döyərəm. Tabi onsuz da həyalıdır və eləyir, valideynin tapşırdıqlarını dəqiq icra eləyir və valideynin sözündən çıxmır. Belə uşağa cəza ilə qorxutmağa ehtiyac yoxdur. Bu uşaq elə öz işini həyası üzündən görəcək. Ona da əzabla, məsələn, cəza ilə qorxutmağa ehtiyac yoxdur. O uşaq deyir ki, atamın bir dənə narazı baxışı, az qalar yerə girərəm. Belə insanlar mən görmüşəm, var belə adamlar. Bir döysə ondan yaxşıdır. Ata-anamın bir dənə narazı baxışı mənim üçün utanıram onun baxışının müqabilində. Da belə uşağa lazımdır deyəsən ki, mənim sözümdən çıxson sənə filan cəzanı verərəm. Allaha həya ilə bağlanan insanlara da Allah demir, sən günah eləsən cəhənnəmə apararam səni. Da buna ehtiyac yoxdur. Bu elə Allahdan utandığına görə günah eləmir. İnsanlar müxtəlif yolla Allaha bağlanırlar və o yollardan, gözəl yollardan biri də həya yoludur. Həya vasitəsilə Allaha bağlanmaqdır. İnsan var, görürsən, belə Allaha bağlanır. Bir Allah mənə neymət verir, mən gərək ona şükür eləyəm. Bu bir növ bağlanmaq. Bir sadə misallar mən deyim, bu ilə izah açıqlansın fikrim. Elə bil, bəzən biz uşağa bir şey veririk, deyir, ala bunu, get filan şeyi gör. Bu buna bənzəyir. Bir də var, görürsən, indiki neymət yox, gələcəkdəki, cənnətdəki neymət üçün Allaha ibadət edir. Bu da ona bənzəyir ki, uşağa deyir, get filan işi gör, sənə filan qədər verərəm. İnsan da var, bayaq dediyimiz kimi, əzab qorxusundan Allaha ibadət edir. O insan da odur ki, uşaq kimidir ki, deyərsən ki, məsələn, sözümə baxmasın, səni cəzalandıraram. Amma bunların hamısından gözəli o insandır ki, Allahdan xəcalət çəkir, utanır, o həyası yol vermir ki, o günah eləsin. Və bu cür ibadət eləyənin namazının qiyməti daha çoxdur. Axı, namazlar qiyamətdə tərəzidə çəkiləcək. Amma belə tərəzi yox ki, biz meyvəzat çəkirik. O tərəzi başqa tərəzidir. Qiyamət mizanı başqa mizandır. Amma hər halda hamımızın namazımız, orucumuz, ibadətlərimiz çəkiləcək. Kim ki, həya üzündən Allaha ibadət edir, onun namazı çəkidə ağır gələcək. Nəinki, məsələn, cəhənnəm qorxusundan Allaha ibadət edir. Bundan daha ağır gələcək. Həyalı adam Allahın yanında şərafətli və şərif insandır, üstün bir insandır. Hədislərdə var, şərif adamı istəyirsən tərbiyə eləyəsən, ona məhəbbət göstər. O utanacaq sənə pisliyi eləməyə, pisliyindən xəcalət çəkəcək. O alçaq adamı cəza ilə tərbiyə eləyər. Şərif adamı, şərafətli adamı istəyirsənsə tərbiyə eləyəsən, ona məhəbbət göstərəcəksən də üzü gəlməz sənə pisliyi eləyər. İmam Səccadın duası var, Əbu Həmzə duası. Orada deyir, la tuəddibni bi uqubətik. Allah məni əzabla, cəza ilə ədəbləndirmə. Onun mənası bilirsiniz nədir? İmam bizə dərs deyir, dərs verir bundan ki, yəni mən o qədər ədəbsizəm, o qədər həyasızam ki, məni ancaq cəza islah eləyə, sən mənim məhəbbətlə islah elə. Həyasız uşağı cəza ilə islah eləyərlər, qorxutmaqla islah eləyərlər. Ancaq başımın üstündə gərək çomaq olsun ki, mən sənə namaz qılam, ibadət eləyəm. Ya mənə uşaq kimi şirli göstərsinlər ki, mən gərək sənə ibadət eləyəm. Yox, mənim insanlığım yol vermir, həyam yol vermir ki, mən sənin huzurunda sənə günah eləyəm, sənin əmrindən çıxam. Bir hədisdə İmam Səccad əleyhissalam gözəl şəkildə ayırır həyanı qorxudan. Buyurur, Allahdan qorx, çünki sənə qüdrəti var, sənə hakimdir.
Hər nə cəza verə bilsə verəcək. Yəni onun qüdrətinin sonu yoxdur. Verə bilsə deyəndə ki, yəni qüdrətinin qarşısını heç nə ala bilməz. Ona görə qorx. Və Allahdan utan həya ilə. Ona görə ki, sənə çox yaxındır Allah. Çox yaxındır sənə. Bəzən biz dualarda görürsən, utandığımızdan başımızı aşağı salır. Dua məclislərində. Ya görürsən, biri üzünü tutur, günahı yadına düşəndə. Bu yaxşı şeydir, həyanın göstəricisidir. Amma ayə adamın yadına düşür ki, hara baxsız Allahı görəcəksiniz. Allah belə deyir ki, sən ondan üzü örtməklə uzaqlaşsın. O sənə yaxındır. Ondan qaçmaq olmaz. Harasa gedib gizlənməklə ondan uzaqlaşa bilməzsən. Bu insanda həya xüsusiyyəti tərbiyə eləyir. İnsan bunu dərk eləsə, ölsə də günah eləməz. Ölsə də günaha bulaşmaz heç zaman. Günah eləsən də əgər, heç olmasa Allahdan xəcalət çək. Bu səbəb olacaq ki, Allah səni bağışlasın. Günah eləyirsən, heç olmasa utan Allahdan. Allah səndən başqa bir şey istəmir. Xəcalət çək, xəcalət tövbə deməkdir. Tövbənin mənası budur ki, utandım mən. Onda bağışlanarsan. Onda sual doğar ki, deyərsən, yaxşı, nə yaxşıdır ki, mən elə bu yandan günah eləyim, utanım. Günah eləyim, utanım. Elə bağışlanım. Məsələ bundadır ki, başqa bir hədis var. O hədislə istəyirəm buna cavab verəm. Hədisdə buyurur ki, kimin sözü, danışığı çox olsa, çox danışsa, xətası da çox olar. Yəni, dilin xətası çox olar, günahı çox olar. İkincisi də budur ki, bir adam ki, çox danışır, bəllidir dilinə nəzarət eləmirsə, deməli, bütün üzvlərinə nəzarət eləmir. Dalıyca buyurur, kimin xətası çox olsa, həyası azalar. O ki, deyirsən, günah eləyim, xəcalət çəkim, günah eləyim, xəcalət çəkim, bir gün günah həyalı azaldacaq, xəcalət hissi səndən gedəcək. Kimin həyası azalsa, təqvası azalar. Kimin təqvası azalsa, qəlbi ölər. Kimin də qəlbi ölsə, cəhənnəmə daxil olar. Əzaba daxil olar. İnsan günah üstündən günah elədikcə, yavaş-yavaş ən təhlükəlisi budur ki, həya hissini itirir. O ki, görürsən, bəzi adam dünən namaz qılırdı da, bugün qılmır. Günah üstündən günah səbəb olur ki, insanın qəlbi bərkiyir. İnsan ki, gördü də ağlamaq halını əldən verib, bilsin ki, təhlükəlidir vəziyyət. İnsan görsə ki, hal yoxdur ibadət eləyə, heç bir damcı gözündən yaş gəlmir Allahın huzurunda, bilsin ki, qəlbi qəsavət bağlamağa doğrudur. Və axırda bunu deyim ki, necə eləyə bilər insan həyalı olsun? Onu necə eləyə bilər? Onun birinci yolu bu dediyimiz haqqında fikirləşməkdir, düşünməkdir. Düşüncə hər ibadətdən üstündür. Birinci yol budur ki, insan düşünə. İkincisi budur ki, Quran oxumaq. İnsanın Allahı yaxından görməsini, Allahın onu gördüyünü başa düşməsi üçün ən yaxşı vasitələrdən biri Quran oxumaqdır. Çalışın, çox Quran oxuyasınız, bizə tövsiyə ediblər. Ərəbcə oxuyun, mənasına da baxın. Düşünərək oxuyun. Quran ayələri sizdə həya hissini yaradar. Allahı görərsiniz. Biri var ağılla, biri var qəlblə. Qəlbinizə istəyirsinizsə Allah yol tapsın, yolu Quran oxumaqdır. Üçüncüsü nədir? Üçüncüsü əhl-i beytlə əlaqədir. Yaxşı adamlardan bayaq dedik, utanan adam Allahdan utanar. İnsanların da ən yaxşısı kimdir? Əhl-i beytdir. 14 məsum hamısı bizim əməlimizə şahiddir. Hamısı əməlimizə şahiddir. Onlardan utanmayan adam Allahdan heç vaxt utanmaz. İnsan bilə ki, imamlar Allah qeybi onlara bildirib. Allah qeybi onlara bildirib, onlar bizim əməlimizdən agahdır. Hər gün, yox, hər həftə, həftədə 2 dəfə hədisdə var, İmam Zaman Ağaya bizim əməllərimiz təqdim olunur. İmam Zaman Ağaya təqdim olunur əməllərimiz, Peyğəmbərə təqdim olunur. Alimlərdən biri ki, İmam Zaman Ağanın huzuruna çatan alimlərdən idi ki, İmam Zaman Ağa ilə görüşən alimlərdən biri deyir ki, öz şiyəsinin yaxşı əməlini görəndə üzündə təbəssüm olur. Ondan sonra buyururdu ki, öz şiyəsinin günah əməlini görəndə elə ağlayar ki, çiyinləri tərpənər. Ona görə deyirdi ki, ay şiyə, elədiyin hər bir günah ox kimi İmam Zaman Ağanın ürəyinə sancılır. Biz elə bilirik ki, Peyğəmbərlə dalaşmaq, imamla dalaşmaq elə ancaq birbaşa mənasındadır. Onun əmrindən çıxmağın da mənası elə budur. Qiyamət gününün xəcaləti çox pis olacaq. Dünyada mənim kimi həyadan uzaq olan adam orada utanacaq. Çünki burada maddi çərçivələr bizi qoymur. Mən belə bir kobud üzr istəyirəm, misal deyim. Elə bir adam yuyunur evdə məsələn. Birdən evin divarları yarılır, görür ki, çöldədir. Ölüm belə olacaq.
Bütün eyibləri birdən açacaq. Orada daha çox xəcalət çəkəcək Kövsər hovuzunun yanında. Çox adamlar burada xəcalət çəkmir, amma orada xəcalət çəkəcək. Çox pis vəziyyətə qalacaq insanlar orada. Çox ağır vəziyyətə qalacaq. Ona görə də insan var ki, onun üçün ən böyük bəla İmam Hüseyn ağanın qanlı libasında insanın üzünə baxmasıdır qiyamət. Ən böyük cəza insan üçün budur. Utanan adam üçün, həyalı insan üçün. Nəinki günahdan utanmır. İnsanlar var deyir, mən bundan utanıram ki, mənim bədənim salamat halda məhşərə gələcəm, İmam Hüseyn yaralı bədənlə dayanacaq. Mən ondan xəcalət çəkirəm. Mən bir şəhidin demişdim sözünü sizə Məhərrəm ayında. Deyirdi ki, mən döyüşdə şəhidliyi arzulayıram özümə heç. Həmişə dua elirdi ki, ilahi məni şəhid elə, şəhid kimi dünyadan apar. Amma deyirdi ki, ilahi səndən bir də xahişim var, bir şey də istəyirəm ki, mən bir yara ilə dünyadan getməyim. Şəhid olum heç, amma bir yara ilə yox. Qiyamət günü İmam Hüseyn ağanın oğlu Əli Əkbərin huzuruna mən gələndə, onun bədəni parça-parça olsun, mən bir yara ilə dünyadan köçüm, ondan xəcalət çəkərəm. Həya bəzən gəlir o yerlərə çatdırır ki, günahdan keçir mövzu. Mövzu gəlir belə-belə yerlərə çatır. Hər bir insan yaşından asılı olmayaraq, burada axsaqqallar da var, cavanlar da var, hamısına mən bir kiçik qardaş kimi tövsiyəm budur, özümə də tövsiyəm budur ki, biraz himmətimizi, istəyimizi, arzumuzu biraz böyük eləyək. Biz dünyaya gəlməmişik ki, cəhənnəmə getməyək. Bu dünyaya biz ona görə göndərməyiblər cəhənnəmə getməyə. Biz bu dünyaya gəlmişik ki, gedəndə buradan İmam Hüseynin yanına gedək. Bizim üçün bu məqama hazırlayıblar. Biz ona görə gəlməmişik dünyaya ki, qəbirdə bizə əzab verməsinlər. Biz dünyaya ona görə gəlmişik ki, öləndən sonra qəbrimizin başında İmam Zaman ağa ağlasın bizim üçün. Mən neçə adamdan oxumuşam ki, o öləndə İmam Zaman yazıb ki, mənim belim sındı bunun vəfatı ilə, bunun dünyadan köçməsi ilə. Həya insanları aza qane olmağa imkan vermir. Həya insanı vadar edir ki, insan daha ali şeylərin fikrində olsun, daha ali dərəcələrin fikrində olsun. Həyalı insana bir dəfə bunu deyərsən ki, İmam Zaman sənə baxır. İmam Zaman ağaya sənin əməlin təqdim olunur. İmam Zaman ağa bir dənə bizim adımızdan Allahdan istəsə ki, ilahi bu düzdür günah eləyib, amma səndən xəcalət çəkən bəndədir. İmam Zaman ağanın valla bir sözü bizim bağışlanmağımız üçün kifayətdir. Allah izzət və cəlalına and içib ki, məndən xəcalət çəkən, məndən utanan bəndələrimə əzab vermərəm. Yenə deyirəm, əzab qorxusu həyasız bəndələr üçündür. Amma həyalılar o qədər həyalıdır ki, həm Allahdan utanır, əleyhissalam kimi, həm də əzab ayəsindən də qorxur. Allah 100 dəfə deyir ki, ya Əli, əzab səndən götürüldü. Sən əzaba layiq deyirsən, cənnətlə cəhənnəmi sən böləcəksən. Amma yenə əzab ayəsi gəlir, yenə də həyasından qorxur əzabdan. Həya üzündən Allahdan, Allahın əzabından da çəkinir. Həqiqi dindarlıq, Allah istəyən dindarlıq budur ki, düzdür bundan da yüksək dərəcələr var. İnşallah o da gələn həftələrdə danışarıq. Həya da axırıncı dərəcədir. Həyadan da yüksək məqamlar var ki, inşallah o barədə gələn həftələrdə də qismət olsa söhbət edərik. Allahümmə inna nəsəlükə buna.